Anti-age üzrə həkim Leyla Zülfüqarovadır. Xoş. Mastopatiyalar, kista, fibroma, mioma, yəni qadın xəstəlikləri adı altında olan bütün bu problemlər yalnız bir məsələyə daha çox bağlı olur, estrogen dominantlığı. Qadınların, yenə də bu bir sosdur, altını çizərək deyirəm, daha çox şişmiş vəziyyətdə olmalarının, bəzən yağ toxuması deyil, ödemin olması və üzdən arıq, qarından kök olmasının səbəbi progesteron azlığına bağlıdır ki, bu da 40 yaş sonrası gələn əlamətlərdir və mən deyərdim ki, Azərbaycan cəmiyyətində qadın olmaq onun üçün çətindir. Daha çox gözəlliyi istəyirlər, nəinki sağlamlığı. Və dediyim kimi, o qlamur xanımların çox xüsusi paltarda görünüşdə çox qəşəng. Dediyim bilmirəm necə belə pis ifadə səslənməsin, amma paltarı çıxartdıqda dəriyə baxmaq istəmirsiniz. Yəni dəri o qədər çökmüş vəziyyətdə, sellütlə, striya ilə dolu və sonra da bu xanımlar nə istəyir? Bunu əməliyyatla bərpa etmək istəyir. Dəri dartdırma. Məsələn, bu deyil. Sizin defisitləriniz var. Siz defisitlərini bərpa etməmisiniz və o xanımlar inanın analizə gəlib belə müayinə olunmağa ərinirsə, amma bir sıra kosmetoloji prosedurlar var da. Botoks və sairlə hər hansı bir aparat, kosmetologiya elə yaxşı qaçırlar və düşünürlər ki, masaj aparatı onu düzəldəcək. Bəlkə də bugünkü gün estetik cərrahların qazancı elə budur. Çünki o qədər belə kompleksli xanımlarımız var ki, dəri gərməni çox zaman buna görə edirlər. Qapdırmışıq özümüzü türklər demiş kofeyə. Xilas yolunu orada görmüşük. Kofe tamam, çox da səhv içki deyil. Xeyirli tərəfləri də var deyə bilər yəni. Amma hər kəsə də olmaz.